icazəsiz toxunmaq olmaz. Toxunmaq həm fiziki toxunmaq var, həm mənəvi toxunmaq var. Fiziki toxunmaq necə olur qızlar? Necə olur fiziki toxunmaq? Təmas olur, əllə, bədənlə. Mənəvi toxunmaq nədir? Qəlbimizə, hisslərimizə, düşüncələrimizə toxunmaq. Bugünkü məhrəmiyyət mövzumuzla əlaqəli olaraq bir praktik işimiz var. Bu praktik işimizi Mədinə qızımız yerinə yetirəcək. Praktik işimizin adı görünməz təhlükələrdir. İstifadə olunan ləvazimatlar nələrdir Mədinə? Spir, su, qab, kağız, fayqa və alışqat. İlk öncə spirti tökürük qaba. Görürsünüz qızlar, alov burada necə görsənir? Əslində uzaqdan çox zəifdir və görsənir burada alov olub. Mavi alov görsənir, alovu görmürük biz. Kağızı tuturuq alova, yandırırıq, mavi aydın görünməyən alovun üstünə tuturuq, kağız yanır, düzdür. Ancaq biz kənardan o alovu daha aydın görə bilmirik. Bu nədir? Yəni təhlükəsizlik hesab edirik, amma onun içində güclü bir təsir var. Daha sonra isə bu qızlar nə deməkdir? Bəzən sənə tərəf gələn təhlükələri görə bilmirsən, amma toxunduğu hər şeyi yandırır. Eynilə həyatda da belədir. Bəzən insanların niyyətləri, hissləri, məqsədlərini görə bilmirik. Bəziləri dost kimi görünür, mehriban davranır, səmimi gəlir bizə. Amma içində bizə zərər verəcək niyyətlər gizlənə bilər. Yəni bax bu alov kimi, yəni etdikləri görünmür, bizim etibarımızı, sirrimizi hətta yandıra bilərlər, yəni ürəyimizi yandıra bilərlər. Daha sonra isə bax bu yanan kağızın birini götürürük, qoyuruq. Bax kağızdan aldığını götürürük, birini qoyuruq fayqanın içinə. Hər gülümsəyib üzün arxasında qızlarım, yaxşı niyyət olmaya bilər. Ona görə də biz məhrəmiyyətimizi qorumalıyıq. Bax bu fayqanın içinə qoyduğumuz kağız kimi etibar etməzdən əvvəl tanımalıyıq və məsafə saxlamağı bacarmalıyıq. Onda nə qədər görünməz olsa belə biz yanmarıq. Bax bu fayqanın içindəki kağız kimi. Gördünüz necə qoruq kağızı yandırmağı.